İkinci sualınızı verin, buyurun xanım. İkinci sual məktəb direktorları ilə bağlıdır. Bunların da əgər belə deyək də töhmət alan və yaxud işdən azad edilən bu il ərzində statistikası varsa versəz çox sevinərəm. Söhbət nədən gedir? Mütəmadi olaraq onların çoxunun səs yazısı yayılır mediada. Və ən son biz 201 nömrəli Keşlədə yerləşən məktəbdə bir çəkiliş eləmişdik Xəzər TV olaraq. Orada biz nə ilə rastlaşdıq? Mən bunu xüsusilə bildirmək istəyirəm. Məktəb direktoru qapıları bağlayıb, ümumiyyətlə medianı yaxına buraxmır, açıqlama vermir. Sözsüz bu bəllidir ki, nəyə görə vermir. Amma orada belə bir məsələ oldu ki, artıq o həddə gəlib çatdı ki, direktor bildirdi ki, mənə heç kim heç bir şey eləyə bilməz. Nəyə arxayındılar, nəyə güvənirlər? Axırda nə oldu direktoru? Çıxartdınız yoxsa yox? Yəni, bu mütəmadi olaraq səs yazıları yayılmasına baxmayaraq, onların bir çoxu bunu eləyirlər. Hətta o Keşlədəki məktəbdə direktor müəllimi digər bir müəllimə qarşı onun məhkəmədə üzünə dursun, digər yalançı şahidlik etsin deyə iddiaları var idi ki, biz hər tərəfli araşdırmışdıq bu məsələni. Biz, bilirəm, direktorların işə qəbulu imtahanla həyata keçirilir, amma görünür ki, burada nəsə əksikliklər var. Biz daha nələr eləməliyik ki, burada olan hər kəsin yaxınları məktəbdə təhsil alır, öz uşaqları olmayanlar belə yaxın qohumları. Yəni, yolumuz məktəbdən keçir mütləq şəkildə. Məktəbdə belə halların qarşısının alınması üçün, xüsusilə də çox utanc vericidir ki, bir direktorun bu cür işlərlə məşğul olması. Hansı işlər görülməlidir? Səsi yazılan direktorlarla bağlı biz olan heç birini müdafiə eləməmişik. Yəni, heç bir dəfə də olsun belə hal olmayıb ki, Elm və Təhsil Naziri çıxsın desin ki, bu düz eləyib, siz səhv edirsiniz. Belə bir hal olmayıb. Bu, bütün hallarda bunlar ən azı qeyri-etik davranışdır, ən azı. Sual verin.